Bugün gəlmişik çoxdan da incələməyə çəkmək üçün axtardığımız bir avtomobilin incələmə videosuna. Normalda yenilənmiş Camry'dir bu, amma belə yandan baxanda bir öncəki ilə çox da bir fərqi yoxdur. Yəni yandan görüntüsündə müəyyən oxşarlıqlar, qapılar, ön qanadlarda deyirsən ki, hə bu bir öncəkidir. Çox da dəyişməyən, amma yenilənmiş Camry'nin incələməsinə gəlmişik. Hər kəsə salam. Bugün sizlərlə mən Emil və kamera arxasında Ümid ilə birgə Camry Seysan çəkirik. Camry 80 gövdəsi 2023-cü ilin oktyabr ayından bəri istehsal olunur. Ümumilikdə Camry avtomobilləri 1982-ci ildən bəri Yapon istehsalçısı olan Toyota tərəfindən beynəlxalq satışa təqdim olunmuşdur. Ümumilikdə Camry beynəlxalq bazarda 80-cı gövdə 9-cu nəsildir. Yaponiyada isə ayrı nəsil xətti izləndiyinə görə səhv eləmirəmsə Yapon bazarında bu 10-cu nəslə təsadüf eləməlidir. Ümumilikdə dediyimiz kimi bizim bu Camry'miz 70 gövdəsinin əvvəlçisidir. 70, 75, 70-in restylingi olaraq gedirdi el arasında belə deyə bilərik. Bu da ki 80. Normalda Camry necə bir avtomobil olub? 50, 55 daha çox yenə yaşlı nəslə xitab edən bir avtomobil olub. Belə deyək, dayday avtomobili. Artıq amma 70-dən sonra Camry bir azca daha gənclərin diqqətini çəkməyə başladı. 70, 75 və sonda 80. 80 gənclər tərəfindən də sevilir, daydaylar tərəfindən də. Siz yollarda həm gənc birində görə bilərsiniz bu avtomobili sürərkən, yaşlı bir vəzifəli şəxsidir. Hər cür kütləyə xitab edir və Toyota bununla ideal avtomobil yaradıb deyə bilərik. Çünki özünə məxsus alıcı kütləsi var bu avtomobilin. Mən də sevirəm, Ümid də sevir. Hər hansı yaşlı bir kişi də sevəcək Camry'ni. Camry illərlə özünü doğrultmuş bir əfsanədir deyə bilərik. Amma bu Camry'ni əfsanə eləyən əsas şey onun 3,5 litrlik mühərriki idi. Hansı ki 80 gövdəsində o mühərriki bizim əlimizdən aldılar. Amma 70-75-də var idi və 3.5 yalnız və yalnız Amerika və Rusiya bazarı üçün idi. Hətta Amerika bazarı üçün olan mühərrik 301 at gücündə, 301 və ya 306. Dəqiq rəqəm sizlər üçün burada gedəcək, amma Rusiya bazarı üçün olan 249 at gücü idi. Rusiyada onu proqram təminatını dəyişərək, Amerikan proqram təminatını qoyaraq belə deyək, at gücünü qaldırırdılar. Camry ən çox belə məşhurlaşdıran, yəni SNG ölkələrində ən məşhurlaşdıran düşünürəm ki 40 gövdəsi olmuşdur. 40-dan sonra gəldi bizdə 50. 50-ni deyə bilmərəm. Amma 55 qapqara, səliqəli Camry 55 bütün xromları ilə yerində belə deyək, Opel Style çox gözəl görünən bir şeydir. Ümumilikdə məncə Camry'nin ideal rəngi 80 gövdəsindən danışırıqsa tamamilə qaradır. 70-75-də ağ da pis deyil, amma qara və tündgöy 70-75 gövdəsinə dəhşət yaraşır. 80 gövdəsi ümumi olaraqdan 70 gövdəsi ilə eyni platformanın üstündə qurulub. Platformamızın adı TNGA2 və ya GA2 platforması da deyirlər. Ümumi olaraqdan güc konstruksiyasıdır, qapılardır, dam xəttidir, hamısı 90% eyni qalıb 70 gövdəsi ilə, lakin askı sistemi, yeni amortizatorlar falan avtomobilimizin yürüşünü deyilənə görə daha komfortlu eləyib. Təbii ki, bugün sürüb görəcəyik əslində necədir. Amma 70 gövdəsi həqiqətən mən komfortunu bəyəndiyim avtomobillərdən biridir. 70-75 Camry'nin komfortu, yumşaqlığı zordur, mən bəyənirəm. Ümumilikdə ön tərəfimizə nəzər yetirsəz, burada hammerhead tipində, yəni çəkic başı tipində ön radiator barmaqlığımızı görürsünüz. C şəkilli ön farlar və arxa tərəfinə nəzər yetirsəz, arxasında da bagaj qapağı boyunca Camry yazısı və ön tərəfdə olan C şəkilli farları tamamlayan stoplarımız var. Avtomobilimizin mühərrikxanasına doğru gəlsək, buradan əlimizi atırıq. Kapot ağır olduğu hiss olunur və bizim avtomobilimiz normalda Çin bazarıdır. Bir anlıq düşündüm ki, bu qaz amortizatorları görməyəcəm, amma gördüyümə çox sevindim. Mühərrikimiz burada 2 litrlik hibrid mühərrikdir, hansı ki ümumi güc olaraq 197 at gücü hasil edir. Bu gücün biz 155 at gücünü, harca 152-155 at gücünü benzin mühərrikimizdən alırıq, elektrik mühərrikimizdə 113 at gücü verir və bunun ümumi cəmi bizə 197 at gücünü verir. Şəhər içində səliqəli iş aşırtmağa getməli, ondan artığına ehtiyac da yoxdur Camry ilə. Daha artığını istəyirsinizsə 2.5 ala bilərsiniz. Mühərrikimizin adı M20A FXS-dir. Dediyimiz kimi 2 litrli benzin mühərrikdir. Ümumilikdə M20
A FKS mühərrikinin bir qardaşıdır, belə deyə bilərik. M20 A FKS-də 2018-ci ildən bəri var bu M20 mühərriklər. O vaxtdan bəri istehsal olunurlar və bunun böyük qardaşı olan A25 A FKS mühərriki ilə eyni bazanın üstə qurulub. Yəni əsas olaraq A25 götürülüb, M20 yaradılıb. A25-də olan nə problem, nə xəstəliyi varsa, eynisi bunda da vardır. Amma A25 də ümumi götürəndə dediyimiz kimi resurslu, dözümlü mühərrikdir. Düzgün yağ və düzgün benzin vaxtı-vaxtı qulluq olunsa heç bir problem çıxaracaq mühərrik deyil. Mühərrikimizdə əsaslı rast gəlinən problemlərdən biri barədə bəhs edəcək olsaq, teploobmenik, yəni istilik paylayıcısı deyə bilər, istilik bölüşdürücüsü. YGR-in teploobmeniki çatdaya bilər və bunun nəticəsində o soyuducu maye buraxmağa başlaya bilər. Ona görə həmişə soyuducu mayenin səviyyəsinin arxasınca baxın, yəni izləyin. Çatdasa və soyuducu maye buraxmağa başlasa, günün birində mühərrikinizi belə deyə qızdırma ehtimalınız var. Bu da sizlər üçün yaxşı nəticəyə gətirib çıxarmaz. Burada arxada da hələ nə qədər yer var. Sən bura böyük mühərrik yerləşdirə bilərsən yəni. Hayf ki, burada 3-5-i yığışdırdılar da. Bu avtomobilin 3-5 əyninə idi. Gözəl avtomobildir. 80 gövdəsi də ilk səsi göründü, elə ağırlıq səsi. İlk çıxanda yenə bütün avtomobillərdə olduğu kimi Camry'nin də bir sıra insanlar bəyənmədi. Amma Camry'nin həqiqətən ona yaraşmayan bir rəngi var. İmенно 80 gövdəsindən. Tamamilə ağ rəngi. Ön bamperdə tamamilə ağ olur onda. Yenə qara olanını alsaz, bamperin bu hissəsi qara, reşotkası qara olanı yenə pis görünmür. Amma tamamilə öndən ağ olanı konkret olaraq xaladenik görüntüsü verir. K8 ki, K8 ağ rəngdə demişdik, öndən çox bərbad görünür deyə konkret xaladenikə oxşuyur. Bu avtomobil üçün də eyni şey keçərlidir. Önü tamamilə ağ olanda heç bir gözəlliyi yoxdur. Bir də çox gözəl xamilyon rəngi var bunun. Xamilyon deyə bilərik ona, purpurni belə rəngdir. Gözəl rəngdir, amma bir müddət sonra o da yoracaq və ən pisi nədir bilirsən? Sabah bilsə ki, o avtomobilin rənginə, boyasına bir şey olsa, onu tutuzdurmaq var. O da onun belə bir mənfisidir, amma gözəl də görünür. Bayaq ön tərəfdə olarkən bəhs elədiyimiz C şəkilli öndəki farları tamamlayan stoplarımızı görürsünüz. Burada kiçik bir bagaj spoileri, bagaj qapısı boyunca olan Camry yazısı və bir dənə Toyota loqosunu xrom eləyiblər. Siz bu avtomobili full anti-xrom eləmişsiniz də, belə deyə. Bir dənə qapı ramkalarında xrom var. Bagajın ki, sənin arxa tərəfin qaradır. Bunu da qara elə. Bu HEV-ni də çıxardırsınız. Bunu mütləq şəkildə buradan ləğv edirsiniz ki, olsun səliqəli. Bunu da qara edirsiniz. Tam speki tamamlayırsınız. Arxa tərəfi ümumi belədir. Bu difuzor gözəldir. Bunu sevdim mən. Rəngi də yaraşıb buna. Bagaj həcmimizə doğru gəlsə, bagajı bu tərəfdə olan düymə vasitəsilə açırıq. Təqribi 427 litr həcmində bagajımız var. Bagaj materialı, yəni çox sadə, çox ucuz materialdır həqiqətən. Bilmirəm, Camry'yə baxıram, biraz məyusluqlara uğrayıram mən. Və davamında da uğrayacağımı bilirəm. Ümumi bu alt bölümümüzə də gəlsək, tamamilə bizim bir təkər təmir kitimiz var. Təmir kiti deyil də, təkər dəyişmə kitimiz var daha doğru olsa. Full kit burada var. Bunun altında da kiçik bir Dakatka təkərimiz var. Hansı ki bizi mənzil başına qədər çatdırmağa yarayacaq. Alt bölümü belədir. Alt hissəsini bağlayanda dediyim kimi, təəssüf ki, bagaj materialı, hətta Ümid sən yaxınlaş zəhmət olmasa, izləyicilər görsün bu materialın çox belə sadə, ən ucuz materialdan olduğunu. Toyota, sənə səslənirəm. Nədir bu? Hanı burada bir səs izolyasiyası, bir üstünün bağlantısı? Hanı qolu kuzov görürük burada, təmiz kuzovun prosta görürük metalını. Ümumilikdə də bagaj həcmini artırmaq üçün də arxa oturacaqları yatdıra bilərsiniz. Ondan əlavə də 1, 2, 3, 4 yerdə də qarmaqlarımız var, belə deyə bagaja bir şey qoysa bağlamaq üçün. Və buna baxanda ümumi avtomobilin səs izolyasiyası səviyyəsini başa düşmək olur ki, yəni əgər buranı da belə boş qoyublarsa, bu avtomobildə səs izolyasiyası yəqin ki, biraz daha azalmış səviyyədədir. Görəcəyik. Yaxşı, burada elektron qoymamısan, bunu da keçirəm. Heç olmasa bax, Hyundai videomuzda bizi nə qədər izləyici, Hyundai'nin Sonata DN8 birinci versiya, yəni Dores'in incələmə videosunda biz buna toxunmuşduq ki, bagajda heç bir arxada şey yoxdur. Tutub ki, bagajı dartmağa. Nə qədər rəylər gəldi. Bagajı necə bağlayacaqsan? Əlin qalar içəridə axı tərzində və ya bagajı üstdən bağlayırsan deyənlər. Situasiya düşünək, avtomobil kirlidir və ya mən avtomobilimi yeni yumuşam. Mən niyə əlimi toxundurub, nə əlimi batırım, nə də avtomobilimin bagajını? Bunu düşünmək lazım. Avtomobilə necə deyirlər, istifadəçi gözü ilə baxmaq lazım. Bağlamaq üçün də əlinizi gətirirsiniz. Bu qədər sadə. Nə əlim içəridə qaldı, nə də başqa bir şey.
Əlim batmadı, bagaj da batmadı. Səliqəli formada bağlandı. Avtomobilin özəlliklərindən istifadə eləmək lazımdır. Avtomobilimizi xarici parametrlərə nəzərə yetirsək, uzunluğu 4950, sport versiyalar biraz daha uzun olur, digərləri 4915, eni 1840, hündürlüyü isə 1450-dir. Təbii ki, bu rəqəmlərin dəqiqi sizlər üçün buralarda bir yerdə çıxacaq. Disk təkər parametrlərini nəzərə yetirsək, ön və arxada eyni parametrlərimiz var. 235, 40, 19 və sizə arxada belə bir maraqlı, mənasız bir şey göstərim. Həqiqətən vizual olaraq çox keyfiyyətsiz görünən bir şeydir. Təbii ki, sonrasında hər halda bir problemə də yol açar. Bu içəri hissədə gördüyünüz bir bolt var. Hansı ki, boltdur, şaybasıdır, konkret olaraq çürüyüb, paslanıb belə deyək. Avtomobilin nəzərinizə çatdırım ki, 3000 probeqi var. Yəni yürüyüş 3000 kilometrdir və orada o belə paslanıb, adamın gözünə girir. Sən düşün, bu qədər pul verirsən, sıfır avtomobil alırsan, gözəl də bir avtomobildir. Eybəcər avtomobil deyil. İstər diskləri olsun, istər dizayn olsun, hər şey çox gözəl. Deyəl ki, burada belə bir nüans sənə göz qaş eləyir. Nə bilim vallah. Adam ürəyi ağrıyır bu qədər pul verdiyinə ki, mən nəyə vermişəm? Bunun günün sonunda bu avtomobilin Çin maşınından fərqi nə qaldı? Hətta bu dəqiqə Çin avtomobillərinə baxsa bir çoxsunda belə boş-boş nüanslar olmur. Belə şey bu nədir ki, vizual olaraq heç gözəl görünmür və bu iki tərəfdən də belədir, təkcə bu tərəfdəyi deyil. Mənə hələ maraqlıdır, biz bu təkərləri söksək, bunun altını qaldırıb baxsaq, orada nələr baş verib, ön tərəfdə görünmür heç nə. Ön təkəri biz söksək, orada nə görünəcəyi ayrı bir maraqlıdır. İnterior materiallarımıza nəzər yetirsək, ümumi olaraq bizim avtomobilimiz Çin bazarına full komplektasiya sayılan HXS komplektasiyadır, Sport Plus versiya. Ümumi interyerimizdə gördüyünüz kimi burada alikantar tərzi belə zamşlı materialımız var. Dəri və alikantarın birləşməsi deyə bilərik oturacaqlarımızda və interyerimiz tamamilə qaradır. Qara bir avtomobilə solidli görünüşdə qara bir interyer. Orta konsolumuzu görürsünüz. Hər şey təbii ki də ən ucuz, ənənəyə uyğun olaraqdan boş, plastik. Amma burası yumşaqdır. Ən azından o var. Belə də ki, buranı yatdırsaq, orta bölümü gözəl yumşaqdır. Burada yol gedərsən, əyləşərsən burada. Bu ön oturacağı mən özümə uyğun olaraq hazırda pozisiyalandırmışam, belə deyək. Ona görə də diz məsafəsi normal yetəri qədər var. Diz məsafəsi cəhətdən problemimiz yoxdur. Baş məsafəmiz də qəşəng genişdir. Camry-yə uyğun formada. Rəsmi dealer tərəfindən gələn avtomobillərdə bizim heç panoramik damımız da olmur. Bu Çin bazarı avtomobillərində var. Yəni rəsmi dealer gətirəndə sizin belə damınız yoxdur. Burada interyer işıqlarımız var, hansı ki sensordur. Görəndə çox sevindim. Bunu sensor qoymalarına maraqlı özəlliyidir belə baxanda. Tak. Sadəcə bu nə dərəcədə işıqlandıracaq, o maraqlı. Çünki xeyli kiçikdir və yerləşməsi də biraz, yəni daha dik yerləşmədir ona görə. Dam materialımız klassik parça materialdır. Bu oturacağı biz buradan da idarə edə bilərik. Yenə Camry-də bir biznesmen getsə və ya öndə oturan dostunuzu bezdirmək istəsəz, tamamilə əlinizin altındadır, necə deyərlər. 2 dənə Type-C port burada yer alıb, arxa sıra deflektorları, 2 dənə də qovluq yeri. İnteryerdə baxırıq qapı panelinə. Bu qapı panelini mən bu dəqiqə əlimdən çıxara bilərəm. 2025 Camry. Bu gəlir ha bu. Ardı gəlir. Yəni dartsam tam çıxacaq bu panel. Nə olsun ki, üstü yumşaqdır. Yəni bunu çıxarmaq mümkündür, çox rahat formada. Yəni burada okey, dəri eləmişsiniz, müəyyən qədər xoş toxunuş var, amma bu plasmas var ha. Bir dənə uşağın və ya kiminsə səhvliklə ayağının dəyməsinə baxır da bunun qırılması. Çox nazik. Yəni ön tərəfdə bundan 5 betər belə oynayır. Burada deflektorlar çox sadədir. Müəyyən bir gözəllik baxımından bunu biraz daha keyfiyyətli eləsəz, ya üstünə dəmir setka eləsəz, bir balaca interyerdə oynasaydınız. Burada gözəl, bəyəndik. Bu piano blək qoymusunuz. Şüşə yendirənlərimiz burada səliqəli şəkildə yerinə alıb. Stəkan tacağı var. Mən demirəm bunun içini sən üzlə. Bunu onsuz eləməyəsiniz. Ən azından buna var. Yəni bu belə olmaz da. Bu bura gəlmir. Bax. Bu oynayanda opsi qapı paneli də oynayan. Bu tərəfdən də görünür ki, bu panel gəlir. Və siz bunu rahatlıqla dediyim kimi sökə bilərsiniz. Bu keyfiyyət düşkünlüyü Çinlə mi bağlıdır? Yoxsa ümumilikdə Toyota'nın keyfiyyəti mi get-gedə azalır?
nə ilə əlaqəlidir? Artıq orasını siz deyərsiniz. Təbii ki də biz bu avtomobilin Amerika və digər ölkə bazarları üçün olanını çəkmək istəyirik. Rəsmi dillər və Amerikanı. Görək onlarda keyfiyyət necədir? Bu Çin bazarıdır. Çin bazarında ümumiyyətlə interyer də fərqli olur. Hər bazara görə müəyyən qədər interyerdə dəyişikliklərimiz var. Ona görə də çox güman ki, kanalımıza biz əgər tapsaq, Amerika bazarı üçün olan və rəsmi diller versiyasında ikisini yan-yana qoyub çəkərik sizlər üçün. Bu günümüzdə sırf Çin zborkasını həsr eləmişik. Hazırda bizim ölkədə də aktiv şəkildə tələbat göstərilən modellərdən biridir. Yəni bu Çin zborkası. Çinin zborkası. Çin Camry. Bilmirəm ha diller falan necədir. Amma Çin belədir. Yaxşı olar. Keçid aldıq avtomobilimizin interyerində sürücünün əyləşmə yerinə. Ümumilikdə ön tərəfi gözəl genişdir. Bu qapılar açılanda belə ki, darvaza açılır da konkret. Qapı çox enlidir. Elə bilirsən ki, hansısa bir long avtomobildəsən, qapısı o dərəcə enli, rahatdır. Ümumi oturacaqlar da, sürücünün əyləşmə yeri qəşəng ergonomikdir. Biz istədiyimiz formada necə deyirlər, ayarlaya bilərik. Ön panelimizi görürsünüz burada. Camry'nin çox gözəl ambiyansları olur və paneli də belə diqqət edirsiniz dizaynına. Bu bir növ forged karbon tərzində deyə bilərik. Yəni belə kəsintilərlə gözəl, maraqlı görüntü alınır. Burada dəridən falan istifadə ediblər. Burada imitasiya veriblər bizə, genişləndirilmiş dəri imitasiyası. Görüntüsü gözəldir. Mən buranı bəyəndim. Məsələn, bu stoyka ümumi olaraq gözəl. Dediyimiz kimi Amerikadır, ümumi rəsmi dillərdir. Bu avtomobillərdə panel daha fərqli görünümdədir. 3 dənə Type-C portumuz var, bir dənə wireless şarj yerimiz. Bundan əlavə də burada belə saxlama yeri, 2 stəkan tutacağı. Bu paneldə buralar da çox sadə. Bu hold düyməsi və əl əyləcimiz. Burada da saxlama yeri gözəl genişdir bu arada. Mən bu qədər böyük düşünmürdüm. İç tərəfi, kənarları üzlənib. Burada da bir dənə şarj portumuz yer alır. Yer alır qəşəng. Tam ümidin qarşısında da bir ədəd saxlama yeri. Hansı ki içi tamamilə plastikdir. Burada da Ümidin çox sevdiyi bir şeydir. Avtomobilimizin öz ətirləri var. Onu da qısa olaraq sizə göstərəcək olsaq. Burada belə gözəl ətirlərdir. Ən gözəlinin qırmızı olduğu deyilir. Hazırda da bizim avtomobilimizdə qırmızıdır. Burada aşağıda özünün qoyulma yeri var onun. Oraya yerləşdirirsiniz. Çin bazar avtomobillərində olan klassik paketimiz var bizim. Belə deyək, nakitka. Hansısa bir qəza şəraiti bir şey olarsa, yol kənarında qalsan onu geyinməyin üçün. Və bunun da təəssüf ki, heç bir açar bağlamaq olmur. Bunu zamoka qoya bilmirsən. Təəssüf ki. Çox mənasızdır o. Ya o olsa yaxşıdır. Sən bura bir əşyavı qoydun, bir şey qoydun, istəyirsən ki, heç kim ona toxunmasın və ya çox sadə moykaya verirsən, hansısa bir dəyərli əşya var, bura qoydun, bağladın. Daha sonra ön paneldə yenə burada qapı kartlarımız dəridir. Bu da digərləri kimi sökülməyə meyillidir. Bir balaca güc versəz, qapı paneli sizin əlinizdədir. Siz klimat kontrolünün, belə deyək, klimatın hara vurmasını buradan idarə edə bilirsiniz. Basaraq sadəcə idarə olunur və istilik dərəcəsi ta 32 və üstünə gedir. Bu yəni çox böyük rəqəmdir. Konkret maşının içi təndirə dönür. Daha sonra oturacaqların qızdırılması, ön oturacaqlarda yalnız qızdırılma və ventilyasiya özəlliyi var. Sport mod və digər modlara keçmək üçün də avtomobilin home menüsü, avtomobilin üzərinə basırsınız normal, sport, custom, eco, EV mod və hansı ki tərcümə olunmamış bir dənə də Çincə modumuz var. Bilmirik nədir bu, amma əladır. Yəqin ki, yaxşı olar. Hələ ki, normal moddan sürüşümüzə başlayacağıq. Ambiyans işıqlarının dəyişməsi də buradadır, amma ümumilikdə hələ bu avtomobilə dil yazılıb, lakin tam tərcümə olunmadığına görə avtomobil menüsü belə deyək, siz hər şeyi tam görə bilmirsiniz. Hal-hazırda avtomobilimizin sürüş hissəsindəyik, artıq sürüş testindəyik. Çox gözəl head-up displeyimiz var. Onu buradan görürəm, sizlər üçün də göstərməyə çalışacağıq sonra ümidlə. Hibrid avtomobillərdə olan sakitlik gözəldir. Rahatlıq, yumşaqlıq necə deyərlər. İndi gəlirik bir maniyaya doğru. Görək. 12 kilometrdən keçdik. Ümid gözlərini bərəldib. Hə Ümid, sözünü de. Çox yumşaq. Bu dəqiqə mən də gördüm ki, oralar qəşəng yumşaq idi. Ay, sağ ol. Yox, deyilənə görə zaten askı sistemi yaxşılaşdırılıb. Ona görə komfortunuz artmalıdır. Avtomobildə oturanda yəni avtomatik vəzifəli şəxs oturuşu. Avtomobil özü tələb edir bunu. Hər an delavoyluq gəlir də bunu oturanda. Hə, boşa bilərsən. Gözlə. Buna çatışmayan odur da FIFA lazım, kruk plyonka. Müəyyən yerlərdə askı sistemi qəşəng yumşaqdır. Bəzi yerlərdə sərtliyini hiss edirsiniz. İndi çalışacağıq ki, maksimal olaraq biz nahamar yerlərdən keçək, sizə bunu göstərə bilək. Hətta buradan belə girsək.
Bu arada avtomobilimizin yanacaq çəni 50 litr həcmindədir və hazırda məsələn bizim avtomobilimizin çənində 92 oktanlı yanacağı var. Ümumi avtomobil sahibi deyir ki, artıq 95-ə doğru dəyişmək istəyirəm, onunla necə olacağı görmək üçün. Məsələn, hazırda normal sürüşdə 6.6 litr yanacaq sərfiyyatımız var. Deyirlər ki, bundan da aşağını görmək olur. Bundan aşağı məncə maksimum 5 neçəsə görərsiniz. Amma 5-dən aşağı görmək, nə bilmirəm, çox day-day modunda sürməlisən onun üçün. Məsələn, bu dəqiqə qaz pol dibləmişik, polnodur. Variator sürətlər qutusu nə isə. Və bu arada bu avtomobildə artıq bütün mühərriklərdə variator gəlir. 2.5-də belə. Məsələn, 70-75 gövdələrində 2.5-də normal sürətlər qutusu gəlirsə, hibrid olmayanda belə deyək. Artıq burada hamısında variatordur, çıxır sizlə davaya. Və ümumi olaraq da variator yerindən belə ani götürmələri sevməz, eşdirməyi sevməz. İncə olmalısan deyir məndən. Yoxsa ömrü qısalacaq. Variatorla incə davranmalısınız. Düzdürsə, komfortlu yürüyüş verir şey baxımından, belə deyək, pillə keçirmələri, atmaları olmur, lakin səsi sizlə söhbətə çıxır. Bu arada bu ön tərəf var ha. Baxış bucağı falan çox bombadır. Bu qapının belə böyük olmağı, bax, indi başqa hansısa marka olsaydı burada bir dənə belə ramka atacaqdı. Kənardan ramka atacaqdı, bir ayıracaqdı, bir fokus eləyəcəkdi, rahat görməyəsin. Amma bunda ön tərəfdən də baxış bucağın genişdir. Qapılardan da sən buradan arxanı çox ideal görürsən də, güzgü ilə falan arxa görüntü ilə bağlı probleminiz yoxdur. İdeal əyləşmə pozisiyasındayım da, arxanı tam görürəm, önüm rahat. Bunu çox bəyəndim. Rahat şəkildə dönür. Əyləciləri də gözəl. Yəni saxlamağa bəs edir. Bu dəqiqə çox yüngülvari əyləcə bastıq. İndi nahamarlıq. Yəni 10 kilometrlə gözəl. Və Ümid, bir şey göstərəcəm. Sonda bunu yadıma sal buradakı. Hətta onu bu dəqiqə göstərməliyəm. Öndə saxlayıb göstərəcəm mən sizlərə. Deməli, sükanı döndərəndə, bilmirəm bu daha öncəsində yəqin ki olmayıb burada zaqluşkalar. Bax, bunlar. Mən niyə sükanı döndərəndə bunlarla baxışmalıyam. Bunun üstünə bir şey qoyun da nə olar ki? Bu səliqəli bağlı qalsın. Hər dəfə bunlara baxıram. Bir qapağı olsa məncə ideal olardı. Belə gözəl avtomobilə niyə variator qoymusunuz? Onu anlaya bilmirəm də. Baxırsan ki, Camry özü samballı, yəni nə olsa da bu avtomobil hansı ölkə buraxsa da, nə olsa da sonunda çox samballı, səviyyə, status göstəricisi olan bir avtomobildir. Sən o içində olanı bilmirsən. Bizim kimi gənc oğlandır sürən, yoxsa hansısa bir yaşlı vəzifədə olan insandır və ya dövlət avtomobilidir. Camry həmişə bir status, bir səviyyə göstərgəsidir. Biz gəldik 15 kilometrdən 13 keçdik. İndi gətirək bir görək bunun sportu necədir. O, Priborzo dəyişdi. Dayan görüm, bu maraqlı. Priborda indi bütün gün bu Camry qalacaq sportda. Yox, qalmamış. Gözəl. İndi basacağıq görək sportda necə gedir bu avtomobil. Qaz pol. Fərq yoxdur. 9.7 kilometr. Bizən bir də bu sürətlər qutusunda mənə ən gülməli olan nədir? Bax, variator imitasiyası və güya bunun sportu var. Variator imitasiyası deyirəm, downshift imitasiyası. Hətta biz Lexus ES çəkirdik, onda da var idi bu. Bu bilirsən nədir? Bir növ kontrolün səndə olduğunu düşün və ya təsəvvür et ki, əsl sürətlər qutulu avtomobili idarə edirsən. Bax, S4, S3 dəyişən bir şey yox da, heç nə dəyişmir. Heç nə dəyişmir. Özü belə S2, S3 verdin, S4 verdin. Heç nə. İstən S prosta yazır. Dəyişən bir şey yoxdur. Bu yenə də belə gedəcək. Sən downshift verəndə də ay nə bilim bir şey olsun. Heç nə. Prosta var. Hə, bu qədər. Bu arada çox maraqlı yol nişanlarını tanıyır, sürət nişanlarını. Bu gözəl bir şeydir. Çin bazarı olmasına baxmayaraq tanıyır, amma yəqin ki Amerikan bazarı üçün olan avtomobillər tanımayacaq. Rəsmi dillərdə bir zəhmət tanısın. Bu sükan udobludur. Yəni tutuşu rahatdır. Hətta buradan da belə tutun rahat. Amma bu üstündəki dəri, bu da ucuz materialdan olduğu özünü göstərir və buradakı bu tikişləri bu Çinlilər necə işləyiblərsə belə kobud şəkildə işlənir. Nəyə oxşayır bilsən bu tikiş? Mən uşaq vaxtı yadımdadır. Rayonda bazardan top almışdım. Manchester City-nin topu idi da belə Type. 12 manata aldığım topun tikişləri ilə bu sükanın tikişləri eynidir. Həmin o tikişləri burada deyəsən eyni Çinli adam artıq top istehsal eləməkdən keçib artıq Toyota'nın zavodunda avtomobilləri yığır, sükanları üzlüyür. Həmin o tikişi burada da bizlər üçün sağ olsun təkrarlayıb mənə uşaqlığımı xatırlatdı, nostalji hisslər yaşatdı. Təşəkkürlər. Gəldi bax,
25-20 kilometrdən yox. Askı sisteminə söz ola bilməz. Amortizatorlar, ümumi komfortu yaxşıdır. Səs izolyasiyası da biz bu dəqiqə düzdür. Yolda hərəkət eləyirik, çox bir şey hiss eləmirik, amma mənə nə maraqlı, biraz çınqıllı, daşlı yerdə keçsəz orada necə olacaq? Onda suallar yarana bilər izolyasiya ilə bağlı, amma məncə bu dəqiqədə özünü normal aparır. Əyləclər test eləyirik, hop. İdeal. Çox qəşəng dayandırdı əyləclər bu avtomobili. EV mod nədir? Baxaq görək. EV. Reduce acceleration to activate. Okay. İndi EV moddayıq biz. Full elektrik getməyimiz. EV üçün elektrik modda olmaq, belə deyək, minimal dərəcədə qazı basmaz. Bu probka modudur. Siz belə deyək, tıxacda olanda EV modu basırsınız. Amma məsələn, EV-də olanda qazı çox bassaz, benzin mühərrik işə düşür və avtomobil başlayır dartmağa. Onda da keçir normal moda. Eko. Eko da bu nə olacaq? Yenə Camry gəldi qabağımıza bir dənə. Ekoya basanda rejim dəyişəndə qabağımıza Camry gəlir. Nə dəyişdi? Modlar. Heç bir şey. Aha. Sportda bir balaca önü qalxır deyirsən ki, hə. O prosta ki, o bir momentdə qalxmaqla bütün illüziya bitir. Ondan sonra normal gedişinə başlayır. Hazırda bax çalışacağıq ki askı sistemi zordur. Qəşəng komfort. Ola gözəl yumşaqdır. Bundan artıq incitməyəcəm amortizatorlarını. Həqiqətən adamlar dedikləri kimi eləyiblər, yaxşılaşdırıblar. Zaten Camry-də askı sistemi ilə bağlı mən şikayətim olmayıb. Həmişə komfortdur. Alleluya. Aha, 11 kilometrə çatdıq nəhayət. Heç bilsən avtomobil 0-10 avtomobili olmadığına görə heç mən baxmamışam məlumatlardakı 0-100-ü nə qədərdir. Amma sizlər üçün burada aşağıda çıxacaq. Belə deyək də, günün sonunda Camry kimin üçündür? Gənc tələbə üçün, belə sadə, gözə batmadan gəzmək istəyən adamlar üçün, içindəyinin kim olduğu bilinməməsini istəyən adamlar üçündür. Rahat, gündəlik iş aşırtmağa getmək üçün, məsələn, gündəlik işdəsən, həftə içi sürməyə yaxşı bir maşın axtarırsansa, Camry sənə uyğundur deyə bilərikmi? Bilərik. Amma keyfiyyət söhbətləri artıq hər an öz seçimidir. Amma biz olan nüanslarını vurğuladıq sizlər üçün, necə deyərlər. Mən Camry-ni həmişə bəyənmişəm. 55 gövdəsi mənim ən favorilərimdən biridir. Dediyim kimi, yəni nə vaxtsa istəyərəm ki, qarajda bir dənə 55 olsun, full qara, bütün xromları ilə falan yerində səliqəli vəziyyətdə. Belə dejurka deyək də, gündəlik işləri aşırtmağa ondan çıxasam. 55 boz da gözəldir. Amma qara, Lüboy Camry-nin qarası, hər birinin qarası tamamilə bu avtomobilin ayrı bir statuslu pik bir şey olduğunu göstərir. Toyota'dan istədiyimiz nədir? Sadəcə bu avtomobillər biraz daha salonlu keyfiyyət deyilin ən azından. Qalan şeylərdən o qədər şikayətçi deyilir. Biz demirik Camry sürət rekordu qırsın və ya başqa bir şey. Sadəcə bəzi elementləri daha keyfiyyətli edə bilərsiniz. Nə maraqlıdır məsələn, trasda olarkən səs izolyasiyası necədir bu avtomobilin? Əgər izləyicilərdən bu videonu izləyəcəklərin insanların arasında Camry sahibləri məncə olacaq. Onlar da öz fikirlərini bildirsələr gözəl olar. Yəni trasda sürərkən necədir? Çınqıllı, daşlı yolda sürərkən bu avtomobilin özünü aparması necədir? Ümumi olaraq da avtomobilimizdə zolağın izlənməsi kimi cruise kontrol özəllikləri də təbii ki yerini alır. Bunlar bir zəhmət olsun 2025-in avtomobilində. Elə biz hazırda kadrı saxlamışdıq ki, avtomobil sahibi özü də bildirdi ki, yəni mən bu avtomobildə trasda hərəkət edəndə səs izolyasiyasını bəyənmirəm. Külək səsini falan eşidirsiniz. O özü məsələn 2021-in, yəni 75 gövdə rəsmi diler avtomobilində də əyləşib, trasda yol gedib və onda səs izolyasiyasının daha yaxşı olduğunu görüb. Yəni burada düzdür, şüşələr də 2 qat olmasına baxmayaraq belə nüanslar var. Xarici görünüş olaraq gözəl avtomobildir. Camry statusdur. Amma mənfiləri ilə bərabər. Siz günün sonunda bu avtomobilə bu qədər pul verərsinizmi? O düşündürücüdür. Bilirsən necədir? Bu dəqiqə bu Camry-ni həqiqətən bu vəziyyətdə Çin avtomobillərinə baxırsan qiymətlərə. Geely olsun, Changan da ola bilər. Bu qiymətə sən Geely Changanın daha çox funksiyalarla dolu avtomobilini ala bilərsən. Nə bilim, adam bilirsən çox qarışıq qalır. Həmin o davamlı, dözümlü Yapon yoxsa artıq texnologiyalarla dolu eyni qiymətə sənə daha çox şey təklif edən bir Çinli. İmенно Camry-də danışıram bu barədə. Bu artıq sizə qalıb. Amma siz mənə desəz ki, последний Camry-mi Sonata mı? Sonata bir mənalı olaraq. Çünki rəsmi diller Sonatası
çox yaxşıdır. Bu arada avtomobilimizin buradakı sensoru da mənim çox kameraya dönük olub sizinlə söhbət elədiyimi görüb bildirdi ki, diqqətini zəhmət olmasa yola topla. Ara bir düşünür edir sizi. Sənin haqqında belə maraqlanan biri var, sənin qeydinə qalır. Deyir ki, biraz diqqətli ol. Təbii ki, kör zona özəlliklərimiz də var. Arxaya verəndə güzgülərimiz də aşağı düşür. Və məncə dediyim kimi, Service Sonata sırf rəsmi dillərdən bəhs ediriksə, bu avtomobilin rəsmi diller versiyası ilə Sonata rəsmi dillerini müqayisə eləmək istəyərdim. Mənə elə gəlir ki, rəsmi diller Sonatası bizim çəkdiyimiz bu restyling versiya daha komfortluydu. Nəsə o da çox gözəldir. Yəni dizayn olaraq seçə bilmirəm. Sırf material keyfiyyəti ümumi olaraqdan baxanda nəsə Sonata bunu bir neçə tık üstələyir. İkisi də dizayn olaraq çox gözəl. Dizayna qalsa, xarici görünüşə görə seçəsi olsa mən bilmirəm nəyi seçərəm. Amma ikisi də dediyimiz kimi Sonata-da, Camry-də özünü bildirmir də kimdir sürən. İçəridə oturan gənc biridir, yoxsa vəzifəli bir şəxs. Təbii ki, avtomobil barədə öz fikirlərinizi də bildirərsiniz. Siz Camry-nin yerinə nəyi seçərdiniz? Bunu da yazarsınız zəhmət olmasa. Çox maraqlıdır mənə ki, görə izləyicilər nəyi seçəcək? Camry yoxsa Sonata yoxsa hər hansısa eyni qiymətə bir Çinlini. Düşünürəm videomuzu bu yerdə sonlandıraq. Daily Carsaz Instagram səhifəsindən və YouTube kanalımıza abunə olmağı unutmayın ki, növbəti buraxılışları qaçırmayasınız. Sağ olun, salamat qalın.